Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Səhər verilişləri insanlara zorla dedikoduları sıramaq istəyir. Xəbər verilir ki, bu sözləri xalq artisti Nasparidos Saliyeva deyib. Günə uğurla verilişində qonaq olan müğənni səhər verilişlərinin aparıcılarına səslənib. Verilişlər insanları artıq dedikoduya alışdırıblar. Hər səhər sənəti olmayan müğənniləri gətirib dedikoduları insanlara güclə sırayırlar. Dinləyici səhər vaxtı qəşəng musiqi eşitmək istəyir, amma dedikodudan başqa heç nə görmür. Bugün biz musiqidən danışanda bəlkə də kimlərəsə xoş gəlmir. Çünki biz dedikodunu yox, Azərbaycan musiqisini təbliğ edirik. Bu da ola bilər ki, bəzi tamaşaçılara xoş gəlməsin. Bütün verilişlərdən rica edirəm, sənətkarları gətirib musiqimizi təbliğ etsinlər. Çox gözəl gənc istedadlarımız var. İnsana səhər vaxtı xoş ovqat bəxş etmək lazımdır ki, günün sonuna qədər də elə olsun.